Salam, benim YouTube kanalımda herkese hoş gördük. Hissə 1. Beyin giriş. İnsan beyni en vacib organıdır. Beyin hərəkətləri, düşüncələri, hissləri və qərar verməyi formalaşdırır. Hər fikir və hər hiss neyronlarla yaranır. Beyin məlumatı toplayır, emal edir və cavab göndərir. Beyin şəxsiyyəti və duyğuları müəyyənləşdirir. Hissə 2. Beyin quruluşu. Beyin müxtəlif bölmələrdən ibarətdir. Əsas bölmələr böyük beyin, kiçik beyin və beyin dimələridir. Böyük beyin düşüncələri, hissləri, hərəkətləri və yaddaşı idarə edir. Kiçik beyin hərəkətin koordinasiyasını və balansı nəzarət edir. Beyin dimələri əsasən hissi məlumatı emal edir. Hissə 3. Neyronlar və sınıqlar. Neyronlar beynin əsas funksiyası birimidir. Onlar məlumatı qəbul edir və sınıqlarla göndərir. Sinapslar neyronlar arası əlaqə nöqtəsidir. Elektrik və kimyəvi sınıqlar düşüncə, hiss və hərəkət yaradır. Neyronlar beynin funksiyasını mükəmməlləşdirir. Hissə 4. Beyin bölmələri və funksiyaları. Böyük beyin düşüncə, hiss, hərəkət və yaddaşı idarə edir. Kiçik beyin hərəkətin koordinasiyasını və balansı nəzarət edir. Beyin dimələri hissi məlumat emal edir. Bölmələr biri-biri ilə əlaqədardır və tamamlayır. Funksiyalar birdəyicə mükəmməliyyət yaradır. Hissə 5. Yaddaş və öyrənmə. Yaddaş beynin vacib funksiyasıdır. Qısa müddətli və uzun müddətli yaddaş var. Öyrənmə yaddaş vasitəsilə gerçəkləşir. Neyronlar arası əlaqə öyrənməyi asanlaşdırır. Beynin yaddaşı hər gün funksiyasını dəstəkləyir. Hissə 6. Hiss orqanları və sensoriya. Hiss orqanları məlumatı toplayır. Gözlər, qulaqlar, dəri, burun və dişlər hissi istifadə edir. Sensoriya məlumatı neyronlara göndərir. Beyin bu məlumatı emal edir və cavab verir. Hər sensoriya növü funksiyanı tamamlayır. Hissə 7. Emosiyalar və qərar vermə. Emosiyalar beynin vacib funksiyasıdır. Düşüncələri və qərarları təsirləyir. Amigdala emosiyaları nəzarət edir. Frontal korteks qərarları formalaşdırır. Hər emosiya funksiyaları biri-biri ilə əlaqədardır. Hissə 8. Hərəkət və koordinasiya. Beyin hərəkəti planlayır və koordinasiya edir. Kiçik beyin hərəkəti düzgün yönəldirir. Neyronlar sınıqlarla əlaqə qurur. Skelet əzələləri funksiyanı yerinə yetirir. Koordinasiya hər hərəkəti mükəmməlləşdirir. Hissə 9. Hormonlar və beyin nəzarəti. Hormonlar beyin vasitəsilə nəzarət olunur. Hipofiz hormonlar təmin edir. Beyin bölmələri funksiyaları düzgün idarə edir. Hormonlar duyğu və funksiyanı təsirləyir. Beyin hormon təminatını tarazlayır. Əgər belə maraqlı faktlar istəyirsənsə, videonu bəyən və kanala abunə ol.